Salam, hər vaxtınız xeyir. Deməli deyir ki, 5940 ədədi 5 rəqəmli bu ədədlərin fərqinə tam bölünür. Əvvəlcə bu ədədlərin fərqini tapın. Deməli A, B, C, D, Y üstündə xətt 5 rəqəmli ədəd deməkdir. Bunların açılışı olar 10.000 A üstəgəl 1000 B üstəgəl 10 C üstəgəl 10 D üstəgəl E. Və ikincinin də açılışı eyni qayda iləndir. Qabağında çıxma olduğuna görə bunların hər birini çıxıram. Çıxanda burada 10.000 A ilə 10.000 A bir mənfidir, bir müsbət islah gedir. Sonra burada qalır 100 C ilə buradakı müsbət 100 C islah gedir. E ilə axırdakı E də islah gedir. Qalır 1000 çıxılsın. Deməli 1000 B çıxılsın 10 B. Bu eləyir 990 B və bir dənə də burada var mənfi 1000 D ilə müsbət 10 D. Bu da 990 D. 990-ı da çıxardığında qalır B çıxılsın D. İndi bizə deyir ki, bu ədədə bölünür. Bölünməni kəsrlə yazım. Deməli 5940 ədədi 990 vurulsun B çıxılsın D ədədinə qalıqsız bölünür. Bunları ixtisar eləsəm, surətdə qalar 6, məxrəcdə qalar B çıxılsın D. Deməli, buradan da aydın görünür ki, B çıxılsın D kəsrin tam bölünməsi üçün 6-nın bölənləri olmalıdır. Yəni, B çıxılsın D bərabər ola bilər 6-nın bölənləri 1-ə, 2-yə, 3-ə və 6-ya. Və bu ədədlərin də cəmini tapın. Bunların hamısını bir yerdə cəmi eləyir. 6, bu da 6, 12. Bu qədər. Sağ olun.